Azərbaycanda 21 kənddə araq satılmadığını bilirdinizmi? Bir çox kənddə nəinki satılmır, hətta içilmir. Nə qədər inanılmaz səslənsə də ölkəmizdə bu cür kəndlər var. Yerin Qulağı kanalı olaraq bu dəfə araq satılmayan, içilməyən kəndləri araşdırmışıq. Vacib məqamda qeyd edim ki, bu siyahının hazırlanmasında həmin kəndlərdə yaşayan sakinlərin fikri də nəzərə alınmışdır. Videomuza keçməzdən öncə kanala abunə olmağı unutmayın. Sizin dəstəyiniz bizim üçün önəmlidir. Əgər hansısa kənddə bu qayda dəyişilibsə, videonun rəy bölümünə yazmağı unutmayın. Bir müddət öncə kanalımda Azərbaycanda içki satılmayan bir kənd, Astara rayonunun Təngərüd kəndi ilə bağlı qısa video hazırlamışdım. İlk dəfə də eşidirdim içki satılmayan kənd məsələsini. Bu səbəbdən video hazırlamaq qərarına gəldim. Həmin video 200 min izləyici tərəfindən izləndi və rəylərdə bu cür kəndlərin çox olduğu vurğulandı və həmin kəndlərin adları yazıldı. İzləyicilərin rəylərinə əsasən içki satılmayan kəndlərlə bağlı növbəti video hazırlamaq qərarına gəldim. Beləliklə, Azərbaycanda içki satılmayan 21 kənd. Ordubad rayonu Gəncə kəndi. Qədim qanunlarla idarə olunan kənd. Burada evlərin qapıları bağlanmır. Azərbaycanda bu kənddə içki içilmir və marketlərdə içki satılmır. Toya dəvətnamə paylanılmır. Hamı iştirak edir. Evlərin qapıları isə heç vaxt bağlanmır. Astara rayonu Təngərüd kəndi. Masallı rayonu Gəyəçöl kəndi. Sabirabad rayonu Quruzma kəndi. Cəlilabad rayonu Perdi kəndi. İmişli rayonu Mirili kəndi. Zaqatala rayonu Pasan kəndi. Bakının Nardaran kəndi. Cəlilabadın Cəfərxanlı kəndi. Masallı rayonu Boradigah qəsəbəsi. Boradigah qəsəbəsi əvvəl kənd olub. Sabirabadın Şəhriyar kəndi. Göysay rayonu Aşağı Qaraməryəm kəndi. Cəlilabadın Musalı, Çünzəli, Babalı kəndləri. Masallı rayonunun Bədalan, Dəmirçi, Çökəkli, Xanalyon kəndləri. Sabirabad rayonu Yolçubəyli kəndi. Saatlının Mirzəlal kəndi. Azərbaycanda ən çox spirtli içki içən 10 rayon hansılardır? Hansı bölgəmiz içki üzrə rekord qırıb? Yerin Qulağı kanalı Azərbaycanda ən çox spirtli içki qəbul edən 10 rayonu təqdim edir. 10-cu yerdə Qəbələ rayonu gəlir. Qəbələ Azərbaycanın qədim bölgələrindən biridir. Qəbələ həm turizm mərkəzi, həm də tarixi məkan kimi məşhurdur. Burada turist axını çox olduğundan restoran və otellərdə spirtli içki istehlakı da digərlərinə nisbətən yüksəkdir. Əhalisi 110 min nəfərdən çoxdur. Rayonun tərkibinə bir şəhər, 3 qəsəbə və 62 kənd daxildir. Qəbələnin kəndlərində daha çox təbii şərab və araq hazırlanır. 9-cu yer Gədəbəy rayonu. Gədəbəy qədim tarixə malikdir. Dağ kəndləri və təbiəti ilə seçilir. Burada ev şərabçılığı geniş yayılıb. Gədəbəylər arasında qonaqpərvərlik ön plandadır və qonaqlıq masasında spirtli içki tez-tez görünür. Yerli üzüm sortları və evdə hazırlanmış araqlar məşhurdur. Azərbaycanda ilk su elektrik stansiyası bu rayonda tikilib. Təsərrüfatı əsasən kənd təsərrüfatına ibarətdir. 8-ci yerdə Şəmkir rayonu gəlir. Şəmkir Azərbaycanda şərabçılığın əsas mərkəzlərindən biridir. Rayonun üzüm bağları çox genişdir və Sovet dövründən bu yana şərab istehsalı ənənəsi qorunur. Burada xüsusilə qırmızı şərablar məşhurdur. Spirtli içkinin yüksək qəbulu həm kənd yerlərində, həm də şəhərdə müşahidə olunur. Rayonda bir şəhər, 7 şəhər tipli qəsəbə və 60 kənd var. Əhalisi 220 min nəfərdən yuxarıdır. Əsasən üzümçülük rayonudur. İqtisadiyyatında heyvandarlıq, quşçuluq və baramaçılıq da mühüm yer tutur. 7-ci yer Lənkəran. Lənkəran subtropik iqlimə malikdir. Sitrus bağları, çay plantasiyaları ilə məşhurdur. Amma eyni zamanda spirtli içki istifadəsi də çoxdur. Burada xüsusilə araq və eşq şərabları hazır yayılıb. Çay süfrəsi ilə yanaşı qonaqlıqlarda spirtli içki mədəniyyətdə formalaşıb. Bakı Şərab ASC-dən bildirilib ki, Respublikanın bütün bölgələrindən sifarişlər olunsa da, ilk sırada Qusar və Lənkəran gəlir. Bizim məhsullara sifariş daha çox paytaxt ərazisi və şimal rayonlarından olur. Konkret desək, ən çox Qusar və Lənkərandan sifarişlər edilir. Şəmkirdən, Gəncədən də sifarişlərimiz az deyil, deyə şirkətdən bildirilib. 6-cı yerdə Qusar rayonu gəlir. Qusar Azərbaycanın şimalında yerləşir və ləzgilərin çox yaşadığı rayondur. Qonaqpərvərlik ənənəsinə görə qonaqlıq masalarında tez-tez spirtli içkilərə rast gəlmək olar. Ən çox araq və şərab istehsal olunur. Qusar həm də dağ kurortları ilə tanınır və turistlərin gəlişi də bu istehlakı artırır. Əhalinin ümumi sayı 100 min nəfərdən yuxarıdır. 92 kəndi var. Bakı şəhərində məsafəsi 180 kilometrdir. 5-ci yer Xaçmaz rayonu.
Xaçmaz həm kənd təsərrüfatı, həm də dəniz kənarı istirahət məkanları ilə məşhurdur. Burada spirtli içki istehlakı əsasən şənliklərdə və məclislərdə ön plana çıxır. Rayonun bəzi kəndlərində evdə şərab hazırlamaq ənənəsi çox genişdir. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, hansı bölgəmizdə daha çox spirtli içki istehlak olunduğuna dair onlarda dəqiq rəqəmlər olmasa da, bəzi məlumatlara malikdirlər. Bizdə olan məlumatlara görə ölkədə ən çox şərab istehlak olunan rayonlar Quba və Xaçmazdır. Azərbaycanda şərabı ən çox Quba və Xaçmazda istehsal. 4-cü yerdə Quba rayonu gəlir. Quba həm meyvələri, həm də şərabçılıq ənənələri ilə tanınır. Burada alma bağlarının məhsulu ilə hazırlanan içkilər məşhurdur. Qubada toy və şənliklərdə içki istifadəsi geniş yayılıb. Rayon həmçinin qonaqpərvərlik mədəniyyəti və ilə seçildiyindən içki qəbulu yüksəkdir. Ölkənin ən iri şərab istehsalçılarından olan Ağsuda yerləşən Azqranata marketinq meneceri deyib ki, spirtli içki sifarişi daha çox şimal bölgələrindən gəlir. Şimal rayonlarımızdan sifarişlər daha çoxdur. Konkret açıqlamaq lazımdırsa, Quba ilk sırada gəlir. 3-cü yer Ağstafa rayonu. Ağstafa Qazax bölgəsinə daxildir və bu regionda spirtli içki istehlakı ənənəvi olaraq yüksək olub. Burada həm üzüm bağlarından hazırlanan şərab, həm də araq geniş yayılıb. Qonşu ölkələrlə sərhəd yaxınlığı da içki mədəniyyətinə təsir edib. Əhalisi 90 min nəfərdən yuxarıdır. 2-ci yerdə Qazax rayonu gəlir. Qazax bölgəsi qədim tarixi ilə yanaşı həm də içki mədəniyyəti ilə tanınır. Burada qonaqpərvərlik zamanı spirtli içki mütləq süfrəyə qoyulur. Rayon həm ev şərabçılığı, həm də mağazada satışları ilə ölkənin ön sıralarındadır. Qazaxın toy və məclisləri içkisiz təsəvvür edilmir. Qədim türk dilindən tərcümədə Qazax sözü azad, ayrılmış insanlar, cəsur, azadlığı sevən insanlar, qoçaq əsgərlər kimi tərcümə olunur. Kənd təsərrüfatı rayonudur. Rayonun iqtisadiyyatına üzümçülük, tərəvəzçilik, taxılçılıq, heyvandarlıq aparıcı rol oynayır. Və 1-ci yer. Azərbaycanın ən çox spirtli içki qəbul edilən rayonu Tovuz. Siyahımızın 1-ci pilləsində Tovuz rayonu qərarlaşır. Tovuz Azərbaycanın ən məşhur şərabçılıq mərkəzidir. Burada böyük üzüm plantasiyaları var və Tovuz şərabları brendi ölkə daxilində və xaricdə tanınır. Rayon əhalisinin gündəlik həyatında və məclislərində spirtli içki geniş yer tutur. Buna görə də Tovuz Azərbaycanda ən çox spirtli içki qəbul edilən rayon kimi tanınır. Əhalisi 180 min nəfərə yaxındır. Tau, Ok, Uz qədim Hun türkçəsindən tərcümədə dağ tayfaları mənasını verir. İkinci məna Tau Ust, qala Hun türkçəsindən tərcümədə dağ üstündə yerləşən qala mənasını verir. Beləliklə, Azərbaycanda spirtli içki ən çox qəbul edilən rayonlar əsasən üzümçülük və qonaqpərvərlik ənənələri güclü olan bölgələrdir. Tovuz, Qazax, Quba kimi rayonlarımız bu siyahılarda öndədir. Bəs sizcə hansı rayonda içki mədəniyyəti daha güclüdür? Rəylərdə yazın, müzakirə edin. Videomuzu bəyəndinizsə kanala abunə olmağı və rəy yazmağı unutmayın.